Təsəvvür edirsiniz, bir səfirlikdə xidmətçi kimi çalışan bir şəxs həmin səfirliyə aid olan məxfi, gizli sənədlərin surətini çıxardaraq, şəkillərini çəkərək digər bir səfirliyə ötürməklə küllü miqdar pullar əldə etmişdi. Bəli, bu hadisə 1943-cü ildə Türkiyədə, Ankarada baş vermişdi. Belə ki, Ankarada yerləşən İngiltərə səfirliyində xidmətçi kimi çalışan bu şəxs orada olan məxfi sənədlərin şəkillərini çıxardaraq, surətini çıxardaraq onu Ankarada yerləşən Almaniya səfirliyinə ötürə bilmişdi. Bu şəxs 1904-cü ildə o vaxtki Osmanlı İmperiyasının tərkibində olan Priştina şəhərində anadan olan İlyas Banza idi. İlyas Banza Alban əsilli türk vətəndaşı idi. O, Ankarada yerləşən İngiltərə səfirliyində xidmətçi kimi fəaliyyətə başlayır və səfir ilə o qədər yaxın münasibət yarada bilir ki, hətta səfir üçün o mahnılar oxuya bilirdi. Və bəzi iddialara görə isə o səfirlikdə olan gizli otaqların açarlarının nümunələrini çıxardaraq həmin otaqlara gizli yolla daxil olaraq masanın üzərində olan gizli sənədlərin şəkillərini çəkərək, surətini çıxardaraq Almaniya səfirliyinə göndərmiş və küllü miqdar pullar əldə etmişdi və beləliklə də müharibə qurtarır və o əldə etdiyi küllü miqdar pullar vasitəsilə Türkiyədə özünə təmtəraqlı həyat qurmaq istəyir. Lakin onun arzusu ürəyində qalır. O, otel almaq istəyərkən ona verilən pulların çoxunun saxta olduğu bildirilir və beləliklə də İlyas Banzanın arzusu həyata keçmir. O 1970-ci ildə 66 yaşında Münxendə dünyasını dəyişir. Bu tip videolar maraqlıdırsa paylaşın, kanalıma abunə olun və fikirləriniz mənim üçün maraqlıdır. Çox sağ olun.